Hər vaxtınız xeyir olsun. Mən bu videoda ali təhsil müəssisələrinə qəbul olub tələbə adını qazanmış abituriyentlərin 28 avqustdan 8 sentyabradək portal üzərindən həyata keçiriləcək universitetlərə qeydiyyat prosesi haqqında ətraflı məlumat vermək istədim. Çünki bizə gələn müraciətlərin böyük əksəriyyəti bununla bağlıdır ki, müəllim, birinci portal açmalıyım, yoxsa MyGov vasitəsilə qeydiyyatdan keçməliyim. Yəni, bəzi valideynlərdə və abituriyentlərdə qarışıqlıq var bu məsələ ilə bağlı. İndi bu məsələyə aydınlıq gətirəcək. İlk öncə tələbə adını qazanmış bütün abituriyentlərimizi və onların yaxınlarını, ailə üzvlərini təbrik edirəm. Onlara gələcək həyatlarında daha böyük uğurlar arzulayıram. Ali təhsil müəssisələrinə qəbul ola bilməyib tələbə adını qazanamayanlara isə ilk növbədə onu demək istərdim ki, 28 avqustdan bilirsiniz ki, boş qalan plan yerlərə ikinci mərhələ ixtisas seçimi başlayacaqdır. Mütləq şəkildə sizin aranızdan ikinci turda tələbə adını qazananlar olacaqdır. Çünki boş plan yerləri mütləq həll olur. Ola bilməyənlərə isə, tələbə adını qazana bilməyənlərə isə ruhdan düşməməyi tövsiyə edirəm. Mən hər zaman deyirəm, ali təhsil almaq çox şey deməkdir. Universitetə qəbul olmaq çox şey deməkdir, amma hər şey demək deyil. Və ən əsası, hər kəs də ali təhsil alacaq deyə bir yanaşma dünyanın heç bir nə inkişaf etmiş ölkələrində, nə digər ölkələrində də yoxdur. İndi isə gəlin keçək, bu proses necə həyata keçirilir, bu barədə danışım. Deməli, ilk növbədə hər birimizin yaxşı bildiyimiz, yəni artıq son zamanlar bütün idarə və təşkilatların sistemlərinə elektron şəkildə daxil olmaq üçün lazım olan MyGov haqqında danışmaq istərdim. Hər bir abituriyent, yəni tələbə adını qazanmış şəxs mütləq şəkildə portal edu.bir ilk növbədə MyGov vasitəsilə qeydiyyatdan keçməlisiniz. Yəni MyGov açmalısınız. Yəqin ki, bir çoxlarınız bilirsiniz, burada üz tanıma olur, bu sima vasitəsilə ola bilər, fərdi identifikasiya vasitəsi ola bilər və s. Mən indi videonun davamında ətraflı izah videosunu göstərəcəm, necə açmaq lazımdır. MyGov açdıqdan sonra isə siz portal edu.az saytında şəxsi kabinet açırsınız, şəxsi səhifə. Yəni, necə ki, Dövlət İmtahan Mərkəzində şəxsi kabinet açmışdınız. Bu da Elm və Təhsil Nazirliyinin portalıdır, portal edu.az. Deməli, portalda qeydiyyat MyGov vasitəsilə giriş etməlisiniz. Ona görə MyGov birinci açılmalıdır. MyGov vasitəsilə portalda qeydiyyat etdikdən sonra gözləyirsiniz 28 avqust. 28 avqustda yenidən MyGov vasitəsilə portala daxil olursunuz. Xidmətlər bölməsindən ali təhsil müəssisələrinə təhsil alanların qeydiyyatı linki aktiv olacaqdır və bu link vasitəsilə yenidən qeydiyyatdan keçirsiniz. Yəni, siz 28-nə qədər artıq portalda şəxsi səhifəniz olmalıdır ki, asanlıqla giriş edə biləsiniz. Bu proseslərin izahlı şəkildə indi videosunu sizə göstərəcəm. Sizlərdən xahişimiz ondan ibarətdir ki, Elm və Təhsil platformasının 50 minlik Instagram